Salam, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, daimi olaraq bir mövzu var. Onun ətrafında əksər videoblogerlər, yaxud psixoloq, terapevt və sair digər fəaliyyətlə məşğul olan insanlar like yığırlar. Və düşünürlər ki, bu kütləvi izləyici sayını artıracaq. Amma açıq-aşkar həmin metaforada bir anlam yarar ki, sənə ayıb olsun. Bu mövzunu təkrarən açıb məqsədi nədir? Qadınlar tərəfindən direktin daxilsin. Bu mövzunu zaten və hərçənd belə türk dilini, Azərbaycan dilindən tutdunuz yaxud başa düşdünüz. Boşanmış qadın məsələsi. Nə vaxt sosial şəbəkəyə girirsən, hər hansı platformaya daimi olaraq boşanmış qadın belə getdi, boşanmış qadın belə getdi. Boşanmış qadın sənin anan, sənin bacın da ola bilərdi. Amma nəticə itibarilə davamlı olaraq bu mövzular tez-tez təkrarlanır. Doğru dildə və ya şablon olaraq səslənən prim kasmaq ifadəsimi, yoxsa həqiqətənmi buna yanır sənin ürəyin? Adətən insanlar hər zaman izləyici kütləsinə maraq olan şeylərə qaçırlar. Amma bir yanda sən səviyyəni itirib, millətin dilinə sən səviyyəsizsən, hörmətsizsən kimi kommentlər yazılacaqsa, deməli sən o videonu çəkməsən ondan min dəfə yaxşıdır. Və nəticə etibarında insanlar psixoloji olaraq bunlarla qarşı tərəfə təsir edir, izləyici kütləsi yığmağa çalışırlar. Amma çox şey itirirlər. İlk başda səviyyəsini itirib, səviyyəsiz imajına və ya formasına düşürlər. Deməli, psixoloji olaraq sadəcə bunu deyək ki, nöqtə atışı olaraq, çünki hər kəsin anası bacısı ola bilər bu mövzuda. Əgər ayrılıb travmalı insan varsa, ilk başda kiməsə demədən, elə car çəkmədən təkcə psixoloqa başvurub, dərdini deyib, problemini həll tapa bilər. Bundan da bitdi getdi. Belə də ağır travma deyil, hər kəsin həyatında baş verə bilər. Bu qədər. Suallarınız olduğu təqdirdə mesaj bölməsinə yaza bilərsiniz və ya şəxsi fikirlərinizi bölüşə bilərsiniz. Seanslarımız əyani və onlayn şəkildə həyata keçirilir.